Herkese salam. Üçüncü mövzumuz infaq və qida ilə bağlı olacaq. Son zamanlar dünyada, eləcə də Azərbaycanda infaq hallarının artma səbəbi məntiqi tərəfdən düşünsək, qidalanma zəifdir. Əvvəla qidalanma öz əlimizdə, yəni analarımızın, nənələrimizin əlindən keçən yağ, pendir, süd və ya bağda yetişdirilmiş təbii meyvə, tərəvəz və digər yeməli qidalar etibarlı əllərdən keçən məhsullar olurdusa, İndi əksər qida demək olar ki, gündəlik qəbul etdiyimiz qidalar 90% qida təbii sayılır. İkinci variantda əvvəllər telefon, kompüter olmurdu. Olardısa ən azından bir televizor olardı və ya radio. O da %5 adamlarda olardı. Onlar da baxardılar, baxmazlar, bəlli deyildi. İstənilən insan orta hesabla görə 80-90 informasiya qəbul edirdisə, indi texnologiyanın, informasiyanın inkişaf etmiş dövründə olduğumuz üçün 809 informasiya qəbul edirik. Nəticə nəyə gəlir? Həyatımızda gündəlik qidalanma, zəif qidalanma 90% olduğu üçün beynimizi qəbul etmə tezisi aşağı səviyyədə olur və beynimiz informasiyanın baskısına qarşı mübarizə apara bilmir. Gündəlik qəbul etdiyimiz qida 90% təbii qidalanma olsa, qismən informasiya baskısından azad olarıq. Zehnimiz nə qədər qidalı, güclü olacaq, o qədər də davamlı saf qəbul edən olacaq. Nəticə əsəb infarkt, gizli ölümdən qurtulmuş olacaq. Çalışın gündəlik təbii qidalanma üstünlüyü verin və hər kəsə xoş, sağlam həyat arzu edirəm.